Salam əziz tələbələr, bugün sizlərlə yenə mən Solmaz Kamil qızı. Bu video izahımızda gömrük orqanlarında informasiya əldə etməkdə qanunun gömrük orqanlarına düşən hissəsinin izahı veriləcək. Diqqətlə qulaq asın. Deməli sizə düşən hissələrdən başlayaq. Ümumiyyətlə bu qanun Konstitusiyamızın hansı maddəsinə istinad edir? Konstitusiyamızın 50-ci maddəsinə istinad edir. Bunu bilək. İnformasiyanın əldə olunması azaddır. Hər kəs həm özü birbaşa və yaxud da ki, nümayəndə vasitəsilə informasiya sahibinə müraciət edərək informasiya əldə edə bilər. Və informasiya üçün müraciət edən hər kəsin, yəni məlumatın onda olub-olmamasını öyrənmək hüququ var. Ya da yardımçı məlumatlar alma hüququ var. Onu sərbəst, maneəsiz, hamı üçün bərabər şərtlərlə əldə etməsini tələb etmək hüququ var. Yəni informasiya ümumiyyətlə o vaxt vətəndaşa və ya da ki, müraciət edən şəxsə, fiziki və hüquqi şəxsə verilir ki, o informasiya dövlət sirri misal üçün təşkil eləməsin. Misal üçün o informasiya Azərbaycanın siyasi, iqtisadi, hərbi, maliyyə bu siyasətinə zidd olmasın. Bu hallarda informasiya verilə bilər. Yəni heç bir mane yoxdur. Həmçinin informasiyadan kommersiya məqsədi ilə də istifadə oluna bilər. O zaman ki, törəmə informasiya ilkin informasiyaya istinad eləsin. İlkin infoya, yəni yalan olmasın, istinad etsin. Deməli, mən buradan nə dedim bu hissədən? Mən dedim ki, bu qanun Konstitusiyamızın 50-ci maddəsinə əsaslanır. Mən dedim ki, hər kəs orqanlara müraciət edərək, informasiya sahibinə müraciət edərək informasiya əldə edə bilər. Hər kəs bərabər şərtlərlə eyni qaydada informasiya əldə edə bilər. Həm şəxsən özü, həm dolayısı bilavasitə, yəni nümayəndə vasitəsilə informasiya sahibinə müraciət edərək məlumatlar əldə edə bilər. Məlumatın həmin orqanda olub-olmadığını və yaxud ki, yardımçı məlumatlar alma hüququ var. Məlumatlar o vaxt verilir ki, o Azərbaycanın iqtisadi, siyasi bu siyasətlə zidd olmasın. İnformasiyadan törəmə informasiya üçün istifadə oluna bilər. O halda ki, yəni kommersiya məqsədi o halda istifadə oluna bilər ki, törəmə informasiyaya, ilkin informasiyaya istinad eləsin. Bu getdi. Keçək indi əsas anlayışlarımıza. Ümumiyyətlə informasiya nə deməkdir? Info yazıram mən qısaca, yəni informasiya nə deməkdir? Yaranma tarixindən təqdimat formasından və təsnifatından asılı olmayaraq, yəni əldə olunan, mən qısaldıram təbii ki, bu tərifi, faktlardır, rəylərdir, bilgilərdir, xəbərlərdir. Bu biçimdə məlumatdır. İnformasiya bir məlumatdır. Yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq əldə olunan faktdır, rəydir, bilgidir, xəbərdir, bir məlumatdır. Bir də var şəxsi və ailə həyatına dair məlumat. Bu bildiyimiz kimi şəxsiyyəti birbaşa və dolayısı yolla identikləşdirməyə imkan verən bilgidir. Deməli, şəxsi və ailə həyatına dair info hansı info oldu? Şəxsi, birbaşa və yaxud da ki, dolayı yolla identikləşdirən məlumatdır. İdentiqləşdirən məlumatdır. Daha sonra, deməli, şəxsi və ailə həyatına dair məlumatın hansı oldu? Şəxsi bilavasitə və ya dolayısı yolla identikləşdirməyə imkan verən məlumatlardır. Var burada ictimai informasiya. Biz bu sözü məsəl üçün çox eşidirik. İctimai informasiya. İctimai informasiya nə deməkdir? İctimai informasiya o deməkdir ki, yəni qanunlarla və digər normativ aktlarla müəyyənləşdirilən ictimai vəzifələrin yerinə yetirilməsi prosesində yaradılan və əldə olunan faktlar, rəylər, bilgilərdir. Necə oldu? Qanunlarla, yazacaq tərifin qanunlarla və ya digər normativ hüquqi aktlarla müəyyənləşdirilir və ictimai vəzifələrin yerinə yetirilməsi, prosesində yaradılan faktlar, bilgilərdir. Bu da oldu bizim ictimai informasiyamız. İnformasiya sahibi kimdir bəs? İnformasiya sahibi biz biraz sonra deyəcəyik daha geniş. Dövlət orqanları, bələdiyyələr, hüquqi şəxslər. Yəni informasiya sahibi kimdədirsə, yəni məlumat kimdədirsə, həmin o da olur informasiya sahibi. İnformasiya sorğusu var. Sorğu necə ola bilər? Sorğu ola bilər təbii ki, yəni informasiya əldə etmək üçün. Sorğu nə deməkdir, yəni informasiya sorğusu? Yəni məlumat əldə etmək istəyirəm. Bunun üçün mənim verdiyim ya yazılı ola bilər, ya da şifahi ola bilər,
Bu müraciətdir. Sorğu müraciətdir. Bunu yəni tapmaq olar. Bu rahatdır. İnformasiyanın açıqlanması nə ola bilər? Yəni informasiyanın açılması da, açıqlanması. Yəni tamam ki, informasiyanın mediada məlumatlandırılması, yəni sorğu verilmədən. Bilirsiniz, bir var ki, mən sorğu verirəm, mən informasiya əldə edirəm, mən yazılı və şifahi sorğu verim, informasiya əldə edirəm. Bir var ki, sorğu verilmədən. Mediada, rəsmi nəşrlərdə, nə bilim, internetdə, brifinqlərdə, konfranslarda informasiyanın açıqlanmasıdır. Və bu informasiyanın açıqlanması deməkdir. Bu qanun bəzi yerlərə şamil deyil. Yəni bu qanun nələrə şamil deyil? Bu informasiya əldə etməkdə qanun şamil deyil. Bunu biz bilməliyik. Birincisi, dövlət sirri olan məlumatlara. Dövlət sirri. İkincisi, Milli Arxiv Fondu. Milli Arxiv Fondu haqqında qanuna uyğun olaraq Arxiv Fondu, yəni Arxiv Fondu sənədləri ilə işləməyə buraxılma qaydalarına. Üçüncüsü, vətəndaşların müraciətləri haqqında qanunun, yəni onunla tənzimlənən təklif əldə şikayətlərə. Dördüncüsü isə beynəlxalq müqavilədə müəyyən olunmuş məhdudiyyətlərə. Beynəlxalq müqavilədə müəyyən olunmuş nəyə? Məhdudiyyətlərə. Deməli, bu qanun nələrə şamil olunmadı? Bir dövlət sirri təşkil edən məlumatlara. İkincisi, Milli Arxiv Fondu haqqında qanuna uyğun olaraq arxiv sənədlərinin işləməyə buraxılmanın təmin olunmasına. İkincisi, vətəndaşların müraciətdə qanunla, yəni tənzimlənən təklif ərz və şikayətlərə və beynəlxalq müqavilə ilə nəzərdə tutulan məhdudiyyətlərə bu qanun şamil deyil. Bunu da əzbərdən bilək. Davam edirik. Daha sonra bizə düşən maddələrdən var burada. Bayaq dedim ki, informasiya sahibini birazdan qeyd edəcəyik. Bir var informasiya sahibi, bir var informasiya sahibinə bərabər tutulan şəxs. İnformasiya sahibi kimdir? Gəlin birinci buna baxaq. Bu ola bilər ya dövlət orqanı. Bu ola bilər və yaxud da ki, bələdiyyə. Bu ola bilər hüquqi şəxs. Bu ola bilər, necə deyim, o hüquqi şəxs olmalıdır. Yəni, bütün hüquqi şəxslər deyil burada. Bu hüquqi şəxs ictimai funksiyanı həyata keçirsin. Və yaxud da ki, bu ola bilər fiziki şəxs. Yəni, hansı ki, yenə həmin fiziki şəxsdə təhsil, səhiyyə, mədəniyyət və sosial sahədə xidmət göstərən özəl hüquqi şəxslər və fiziki şəxslər də ola bilər. Bu oldu informasiya sahibi. Deməli, informasiya kimdədirsə, o da sahibidir. Bu ola bilər dövlət orqanları, bu ola bilər bələdiyyə, bu ola bilər hüquqi şəxs, fiziki şəxs, amma ictimai funksiyalar həyata keçirsin. Bir də var ki, informasiya sahibinə bərabər olan şəxslər. Bəs bunlar kimlərdir? Birincisi, əmtə bazarında hökmran mövqe tutan, əmtə bazarında hökmran mövqe tutan, nə gündə yazıram, heç özüm bilmirəm. Əmtə bazarında hökmran mövqe tutan hüquqi şəxslər. Yəni, bu nə ilə bağlı informasiya sahibinə bərabər tutulacaq? Yəni, bunda hansı informasiya olacaq? Yəni, bu, belə deyək də, malların və xidmətlərin təklif edilməsi, qiymətlər, nə bilim, qiymətlərdə dəyişikliklər. Bax, bunlarla bağlı informasiya sahibinə bərabər tutulur. Deməli, informasiya sahibini bildik. Bəs informasiya sahibinə bərabər tutulan şəxs kim oldu? Birincisi, əmtə bazarında hökmən mövqe tutan hüquqi şəxslər. Hansı məsələ ilə bağlı bu informasiya sahibinə bərabər tutulur? Mallarla bağlı, qiymətlərlə bağlı, qiymətlərdə dəyişikliklə bağlı. İkincisi isə, necə deyək, ya tamamilə dövlət mülkiyyətindədir, ya ola bilər bu tam dövlət mülkiyyəti olsun, dövlət mülkiyyəti və ya qismən dövlət mülkiyyətində olsun. Bu da olur büdcə təşkilatları, kommersiya təşkilatları, və yaxud da ki, büdcədən kənar fondlar. Yaxşı, bunlar nə ilə bağlı informasiya sahibinə bərabər tutulur? Axı, bunlara pul ayrılır. Yəni, misal üçün, bunlar ya tamamilə dövlət mülkiyyətindədir və yaxud da ki, qismən dövlət mülkiyyətindədir. Onlara ayrılmış məvacib pul ayrılır. Həmin
məvacibi hara istifadə edilir? Bununla bağlı informasiya sahibi ilə bərabər tutulan şəxsdir. Yəni onunla bağlı onda informasiya olmalıdır. Başa düşdünüz? Deməli, informasiya sahibi ilə bərabər tutulan şəxs kim oldu? Birincisi, əmtəə bazarında hökmən mövqe tutan hüquqi şəxslər, nəyə bağlı? Mallar, xidmətlərlə bağlı, qiymətlərlə bağlı. İkincisi isə ya tam ya da ki, qismən dövlət mülkiyyətində olan büdcə təşkilatları, büdcədən kənarlı fondlar, kommersiya təşkilatları informasiya sahibinə bərabər tutulan şəxslərdir. Davam edək biz. Yenə bizə düşən hissələrdən davam edək. İnformasiya sorğusunun təqdim olunma üsulları. Bu bizə düşən hissədir. Deməli, sadəcə başlıqları bilin, diqqətli olun. İnformasiya sorğusunun, nə dedim mən? Təqdim edilmə üsulu. Təqdim edilmə üsulu. İnformasiya sorğusu necə təqdim oluna bilər? Bu ya ola bilər yazılı, bu da ya da ola bilər şifahi. İnformasiya sorğusu hansı? Deməli, informasiya sorğusu hansı üsulla təqdim olunur? Təqdim olunma üsulu. Təqdim olunma üsulu desə nə seçəcəyik biz? Yazılı, şifahi. Yazılı, şifahi. Davam edirik yenə. Növbəti bizə düşən isə informasiya əldə etmənin formaları. Info əldə etmənin nəyi? Formaları bizə düşür. Info əldə etmənin formaları. Bu ola bilər birincisi, sənədlərlə ayrılmış yenə daxil olmaq. Yəni sənədlərlə tanış olmaq üçün ayrılmış yerə daxil olmaq. Ayrılmış yerə daxil olmaq. İkincisi, sənədin üzünün köçürülməsi. Üzünün köçürülməsi. Köç yazıram. Üçüncüsü, informasiya sahibinin texniki imkanlarını istifadə etməklə sənədin sürətinin çıxarılması. Sənədin sürətinin çıxarılması. Burada kimdən istifadə edir? İnformasiya sahibinin yəni texniki imkanlarını istifadə etməklə. Dördüncüsü, sorğuçunun öz texniki imkanlarından istifadə etməklə sürətinin çıxarılması. Öz texniki imkanlarından istifadə etməklə sürətinin çıxarılması. Daha sonra 5-ci ola bilər sənədin tərcümə olunması. Tərcümə olunması. Sənədin nəyi? Tərcümə olunması. 6-cı ola bilər sənədin sürətinin elektron daşıyıcılara köçürülməsi. Deməli, sürətin elektron daşıyıcılara köçürülməsi. Daşıyıcılara köçürülməsi. Və yaxud da ola bilər ki, müqabilə yolu ilə təqdim olunan informasiyalar. Ola bilər müqabilə yolu təqdim olunsun. Müqabilə yolu ilə təqdim olunan informasiyalar. Ümumiyyətlə biləsiniz ki, informasiya sorğusu ya ödənişsiz həyata keçirilir, ya ödənişli həyata keçirilir və yaxud da ki, güzəştli şərtlərlə həyata keçirilir. Bunu da biləsiniz. Bunu da məlumat üçün dedim. Deməli, mən bir daha təkrarlayıram. İnformasiya əldə etmənin formaları hansılardır? Sənədlərlə tanış olmaq üçün ayrılmış yerə daxil olmaq, sənədin üzünün köçürülməsi, sənədin informasiya sahibinin texniki imkanlarından istifadə etməklə sürətinin köçürülməsi, informasiya sorğuçunun texniki imkanlarından istifadə etməklə sürətinin köçürülməsi, tərcümə olunması, elektron daşıyıcılara köçürülməsi, bir də yararlı vəziyyətdə olması, bir dənə də vardı, müqabilə yolu ilə təqdim olunması. Bu oldu informasiya əldə etmənin formaları. Diqqətlə yəqin ki, qulaq asdıq. Mən də dedim ki, informasiya ya ödənişli həyata keçiriləcək, ya ödənişsiz həyata keçiriləcək, ya da ki, güzəştli şərtlərlə həyata keçiriləcək. Daha sonra deməli, informasiya sahibi, bunu da qeyd edək, informasiya sahibi informasiya sorğusunun, info sorğusunun bu sorğuda göstərilən formada, yəni icrasından hansı halda imtina edəcək? İcrasından imtina edəcək. Hansı halda imtina edəcək? Yəni informasiya sorğusunun bu bayaq dediyimiz formalarda, yəni təqdim olmasına imtina edəcək. Birincisi, onun texniki imkanı buna çatmır. Texniki imkanı çatmır. İkincisi,
İnformasiya daşıyıcısının, info daşıyıcısının növü ilə əlaqədar icrası mümkün değilsə, icrası mümkün değil burada, mümkün değil. Və yaxud da ki, üçüncüsü ola bilər ki, bu informasiya sorğusu böyük vaxt tələb etdiyindən, yəni informasiya sahibinin öz vəzifələrini yerinə yetirməyə əhəmiyyətli mane olursa, mən qısaca yazıram. Yəni böyük vaxt tələb edir və buna görə informasiya sahibinin öz əsas vəzifələrini yerinə yetirməyə mane olur. Bu zaman imtina edə bilər. Çox üzr istəyirəm. Davam edirik. Növbəti bizə düşən hissə informasiya əldə etməkdə sorğu. Yəni mən əgər informasiya əldə etmək üçün sorğu vermişəmsə, həmin sorğuda hansı məlumatlarımı göstərməliyəm? Sorğuda təbii ki, mən ad, soyad göstərəcəm. Hüquqi şəxsdirsə, hüquqi şəxsin adını göstərəcəm. Hüquqi şəxsdirsə, hüquqi şəxsin adı. Təbii ki, mənə informasiya necə gəlməlidir? Yəni, necə təmin olunmalıdır? Yəni, mən poçtumu göstərməliyəm burada və yaxud da ki, telefonumu və s. göstərməliyəm burada. Daha sonra, sorğu edilən informasiya məzmunu. Yəni, nəyi soruşuram? Sorğu edilən infonun məzmununu göstərməliyəm burada. Və yaxud da ki, yaxud sənədin adın, növün. Şimdi mənə bəlli olan bir rekvizitin mən orada göstərməliyəm. İnformasiyanın təqdim edilmə üsulun göstərməliyəm mən burada. Əgər mənim göndərdiyim informasiya fərdi məlumatdırsa, yəni fərdi məlumat tələb olunursa və yaxud da ki, dövlət və bələdiyyə qulluqçusu qulluq vəzifələrini yerinə yetirmək üçün sorğu verdikdə, bu zaman informasiya əldə etmənin zərurəti əsaslandırılmalıdır. Yəni, mən əgər müraciət etmişəm fərdi məlumat əldə etmək üçün, bu zaman bunun zəruriliyi əsaslandırılmalıdır və bu fərdi məlumat haqqında qanuna uyğun olaraq artıq həyata keçiriləcək. Deməli, sorğu kim tərəfindən imzalanacaq? Kim göndəribsə, fiziki şəxs göndərib özü, hüquqi şəxs göndəribsə rəhbər, yaxud səlahiyyətli nümayəndə bunu imzalayacaq. Və yazılı sorğunu qəbul etməkdən imtina etmək ümumiyyətlə qadağandır. Bu da sorğuda göstərilən məlumatlar, bunları da qeyd etdik. Daha sonra bizə düşür növbəti maddə. İcra olunma üsulları. Yəni, informasiya sorğusu necə icra oluna bilər? Yəni, mənə necə icra olunacaq, necə mənə məlumat gələcək? Bu ola bilər, təbii ki, şifahi, təbii ki, telefaks, və yaxud da ki, elektron poçt. Və yaxud da ki, dördüncüsü, informasiya ilə tanış olmaq üçün ayrılmış yerə daxil olmaq. Və yaxud da ki, başqa üsullarla ola bilər. Bu nə oldu? İnformasiya sorğusunun icra olunma üsulları. Bu oldu icra olunma üsulları. İndi bir dənə bir şey deyim. Biz dedik ki, icra olunma üsullarından biri şifahidir. Düzdürmü? Hansı halda informasiya sorğusu yalnız şifahi cavablandırılacaq? Yalnız şifahi. Yəni, gəlin görək hansı halda informasiya sorğusu yalnız şifahi cavablandırılacaq. Birincisi, vəzifəli şəxsə bilavasitə müraciət edildikdə. İkincisi, sadəcə soruşur ki, məlumat səndədir ya yox. Yəni, sadəcə soruşur, belə yazıram. Sadəcə soruşmaq. Yəni, soruşur ki, məlumat səndədir ya yox. Bu zaman şifahi şəkildə cavabdır. Deyir ki, hə ya yox. Bu zaman informasiya sorğusu şifahi şəkildə cavablandırıla bilər. Daha sonra davam edək. Bizə başqa nə düşür? Başqa düşən informasiya müddəti düşməlidir məncə burada. Müddət neçə müddət olur? Müddət ümumiyyətlə bilməliyik ki, informasiya sorğusu 7 iş günü müddətinə icra olunmalıdır. Əgər yox, öz operativliyini itirərsə, bunda dərhal baxılmalıdır. Yox, dərhal mümkün deyilsə 24 saat müddətinə baxılmalıdır buna. Amma yox, insan həyatı, sağlamlığı,
Yəni şəxsin azadlığı üçün təhlükə olarsa, təhlükə. Burada artıq 48 saat ərzində buna baxılmalıdır. Amma burada istirahət, yəni bayram günləri, ümumxalq üzüm günü falan burada istisnadır. Deməli dedik ki, informasiya sorğusu 7 iş müddətinə baxılır. Amma operativliyin itirə bilərsə dərhal baxılmalıdır. Dərhal baxmaq mümkün deyilsə 24 saat müddətinə baxılmalıdır. İnsan həyatı sağlamlığı ilə bağlıdırsa 48 saat, amma burada o iş günü olmayan günlər bura daxil deyil. 7 iş gün deyirik. Bu informasiyanın daxil olduğu gün deyil. Daxil olduğu günün sabahsından hesablanır burada. Bu qanunda daxil olduğu gün sabahsından hesablanır. Bunu da bilək. Və burada yenə günlər var. Bu günləri qeyd edək. Misal üçün, nə qədər uzadıla bilər informasiya sorğusu? Baxımdan 7 gündür. 7 iş günü də uzadıla bilər. Uzadılma da 7 iş günüdür. Buradan sual düşə bilər. Diqqətli oluruq. Yox, əgər sorğu natamamdırsa, natamam və ya da ki, qeyri-dəqiq tərtib olunubdursa, bu zaman çatışmazlıqlar barədə 5 iş günü ərzində həmin o müraciət edən məlumat verir ki, yəni bu çatışmazlıqlar var bu müraciətdə də, belə deyək. 5 iş gün ərzində məlumat verilir. Və qeyd etdiyim kimi, burada iş günləri, günlər nə vaxt hesablanır? Sorğunun daxil olduğu günün sabahısı günündən hesablanır. Diqqətli olur. Deməli, informasiya sorğusu baxılır 7 iş günü, 7 iş günü uzadıla bilər. Çatışmazlıqlar varsa 5 iş gün ərzində cavab verilməlidir. Öz operativini itirə bilərsə dərhal baxılmalıdır. Dərhal baxmaq mümkün deyilsə daxil olduğu gündən 24 saat keçinə qədər baxılmalıdır. Amma insan həyatı sağlamlığına bağlıdırsa 48 saat ərzində baxılmalıdır. Daha sonra hansı halda informasiya sorğusu bir dəqiqə baxım sizə başqa nə düşür burada? İcra olunmuş sayılır. İcra olunmuş sayılır. Sizə düşür bu. Hansı halda informasiya sorğusu icra olunmuş sayılır? Bunu təbii ki bilə bilərdik. Yəni əgər şəxsi məlumat gəlirsə artıq bu icra olunmuş sayılacaq. Yəni belə deyək, informasiya sorğuçuya məlumat veribsə, yəni bu qanunda nəzərdə tutulmuş formada və üsulla təqdim olunubdursa, onunla bağlı məlumat verilibdirsə, ona izah olunubdursa, əsaslandırılmış cavab verilibdirsə, əgər imtina barədə belə əsaslandırılmış cavab verilibdirsə, yəni imtina olunubsa, bu zaman bu informasiya sorğusu icra olunmuş sayılacaq. Daha sonra davam edək. Çox az bir hissə qalıb, biraz səbirli olaq. Hansı məlumatlar açıqlana bilər? Hansı informasiyalar açıqlanmalıdır? Bu da çox rahatdır. Məncə dövlət sirri haqqında qanunu oxuyanlar bu qanunu oxusa ona rahat gələcək. Yəni hansı məlumatlar açıqlana bilər? Büdcə proqnozlar ümumiyyətlə, əsasnamələr, təlimatlar, dövlət orqanlarının fəaliyyətləri barədə məlumatlar, bələdiyyələrin fəaliyyəti haqqında məlumatlar. Yəni də bunlar tapmaq olar məncə. Çətin bir şey deyil. Dövlət büdcəsinin hesabatları, ətraf mühitin vəziyyəti ilə bağlı olan məlumatlardır. Vakansiyalar, dövlət orqanında olan vakansiyalar barədə məlumatlardır. Kütləvi tədbirlərdir. Yəni bildiyimiz bir şeylər. Yəni biz hansı məlumatları açıq biz əldə edirik? O məlumatlar açıq məlumatlardır. Yəni bunlar açıqlanır bu məlumatlar. Bir də var ki, bir dəqiqə. İnformasiyanın təsnifatı var bir də. Ümumiyyətlə, əldə edilməsi növünə görə informasiyanın 2 dənə təsnifatı var. Biri açıqdır, biri isə məhdudlaşdırılandır. Açıq budur ki, bunu biz, yəni heç bir alınmasına məhdudiyyət yoxdur. Bu açıqdır. Amma əldə olunması məhdudlaşdıran məlumatda özü 2 növə bölünür. Biri məxfidir, məxfi. Biri isə gizli, yəni konfidensial. Konfidensial məlumatlar. Deməli, açıq məlumatda heç bir məhdudiyyət yoxdur. Alınması məhdudlaşdıran məlumatın 2 növü var. Məxfi, bir də gizli. Məxfi dövlət sirri olandır. Gizli hansı ki, misal üçün məhkəmə sirləri, nə bilim, ailə sirləri, peşə sirləri, yazaq bunları. Məhkəmə sirləri, ailə sirləri. Digər də, yəni hansı ki, istintaq sirləri, kommersiya sirləri, istintaq sirləri. Bunlar gedir gizli, yəni konfidensial. Fərdi məlumatlar da 2 növə bölünür. Yəni əldə olunma növünə görə. Onlar da konfidensial və açıq kateqoriyalara bölünür. Bunu da yadınızda saxlayın. Deməli, informasiyanın təsnifatı necə oldu? Əldə olması növünə görə açıq olur, bir də alınması məhdudlaşdıran. Açıq məlumat hamı üçün açıq olandır. Alınması məhdudlaşdıran məlumatın 2 növü var. Məxfi, gizli. Məxfi dövlət sirridir. Gizli olan konfidensial isə ailə sirri, məhkəmə sirri, istintaq sirri, kommersiya sirri bunlardır.
Daha sonra ola bilər ki, informasiya sahibi informasiya müəyyən müddət elə bil ki, açıqlanmasını gizlətsin. Yəni bunu ancaq xidməti istifadə üçün nəzərdə tutsun. Bu hansı məlumatlar ola bilər? Yenə bunu siz tapa bilərsiniz. Hansı ki, öncədən açıqlanması dövlətin təhlükəsizliyinə ziyan vuracaq. Məsəl üçün cinayət işinin istintaqı gedir. Məsələn, bu müəyyən müddət gizli qalacaq. Yəni xidməti dövrdə gizli qalacaq. Sonra açıqlana bilər. Yəni müəyyən müddət ona informasiya sahibi gizli qoyur ki, həmin müddət ərzində bu açıqlanması təhlükə törədə bilər. Məsəl üçün burada yenə burada əsas bu söz görəsiniz. Vaxtından əvvəl açıqlanması ziyan vuracaq nəyəsə. Bu məlumatlar olacaq xidməti istifadə üçün, yəni gizli saxlanılan məlumatlar. Məsələn, cinayət işi ilə bağlı olan məlumatlar ola bilər burada. Vaxtından əvvəl açıqlanması dövlət siyasətinə zərər vura biləcək olan məlumatlar. Yenə vaxtından əvvəl açıqlanması hansı ki, bu bir nəticə gözləyir, biz təməli nəticə ona ziyan vura biləcək məlumatlar. Yenə də ancaq bu söz görəsiniz. Vaxtından öncə məhdudlaşması əngəl törədəcək, vaxtdan öncə açıqlanması, misal üçün başqa bir dövlətlə bağladığımız müqavilə öncədən açıqlanması hansı ki bizə zərər vura bilər. Bax bu məlumatlar. Yəni bunu da bu yolla, bu dediyim üsulla tapa bilərsiniz. Daha sonra amma bəzi məlumatlar, misal üçün burada da bütün məlumatları biz elə deyə bilmərik də. Misal informasiya sahibi xidməti istifadə üçün ona müəyyən müddət gizlilik qoysun. Tam statistik məlumatlardır, proqnozlardır yenə, ictimai rəy sorğularıdır, fövqəladə hallar, fəlakətlər barədə. Bax görürsüz dövlət sirri ilə bağlı məlumat, dövlət sirri haqqında qanun vardı. Ora çox bənzəyir bura. Məsələn, dövlətin vətəndaşlara verdiyi güzəştlər, imtiyazlar, ali vəzifəli şəxslərin sağlamlıq durumu haqqında olan məlumatlar, yəni insan vətəndaş hüquq və azadlıqların pozulması ilə bağlı olan məlumatlar, vakansiyalar barədə olan məlumatlar, nə bilim, normativ hüquq aktlar, Milli Məclisin açıq və yaxud da ki, açıq iclasların protokolları, qanuni qüvvəyə minmiş məhkəmə qərarları, qrantlar, bax bunlar çox bənzəyir dövlət sirri haqqında məlumat, dövlət sirri haqqında qanunda olan hansı ki, deyir, məsəl üçün onlar dövlət sirri təşkil edilməz. Bunlarda da informasiya sahibi bunların xidməti istifadə üçün nəzərdə tuta bilməz, yəni xidməti istifadə üçün nəzərdə tutsa, bunlara müəyyən müddət məhdudiyyət qoyacaq. Yəni bu məlumatlara məhdudiyyət qoyula bilməz. Bu qədər sadə. Daha sonra fərdi məlumat nədir? Fərdi məlumatı biz bilirik. Fərdi məlumat odur ki, mənim ailə həyatım. Ümumiyyətlə fərdi məlumatlar şəxsə aid olan bir məlumatlardır. Məsələn, o məlumat ola bilər ki, mənim etnik mənşəyim, mənim əqidəm, misal üçün, mənim dini etiqadım, nə bilim, ola bilər mənim məhkumluğum, bu mənim fərdi məlumatlarımdır. Sağlamlıq vəziyyətim, özəl xüsusiyyətlərim məsələn. Məsələn, mənə qarşı əgər məişət zorakılığı törədilibsə, məişət zorakılığı, bu mənim fərdi məlumatımdır. Daha sonra vergi borcları istisna olmaqla vergi tutma ilə qədər məlumatlarım, maliyyə əməliyyatlarım barədə olan məlumatlar, cinsi həyat haqqında olan məlumatlar, daha sonra ailə həyatının ayrı-ayrı məqamları haqqında olan məlumatlar, övladlığı götürmə ilə bağlı olan məlumatlar. Yəni bunlar fərdi məlumatlardır və bunlar açıqlana bilməz. Hansı ki, övladlığa götürmək, dini etiqad, əqidə, cinsi həyat, məhkumluq, sağlamlıq, özəl xüsusiyyətləri, məişət zorakılığı olsa mənə qarşı bunlar, yəni bunlar açıqlana bilməz. Yəni biləsiniz ki, bunlar fərdi məlumatlardır. Mənim sağlamlığım, məhkumluğum, bunlar nədir? Fərdi məlumatlardır. Belə, başqa nə düşür sizə buradan? Başqa buradan sizə düşür, bir dənə də baxaq görək. Hə, bu qanunun icrasına nəzarət düşür. 42-ci maddə. Bu qanunun icrasına nəzarəti, yəni bunu gəlin qeyd eləyək, axırıncı demək istədiyimdir. Xidməti qaydada nəzarət edən orqan, yəni informasiya sahibidir, belə deyək, informasiya sahibi. Tabeçilik əsasında, tabeçilikdə yuxarı orqandır. Həmçinin Ombudsman da həyata keçirir bu qanuna nəzarəti, o da onun haqqında olan, yəni Ombudsman haqqında konstitusiya qanunu ilə müəyyən qaydada həyata keçirir bu qanunun icrasına nəzarət. Belə, ümid edirəm ki, sizin köməyinizdə bu izahat çatacaq.